Cisim düz xətt üzrə A nöqtəsindən B-yə, sonra çevrə qövsü üzrə hərəkət edərək C nöqtəsinə gəlib. Aha, buradan gəlir, sonra bura gedir. Bütün yola 10 saniyə vaxt sərf edir. 20 metr onsuz da görünür. İndi bizə qalır B-dən C-yə qədər olan məsafəni tapmaq. Bütün çevrənin uzunluğu tapılır 2 pi r-lə. 2 vurulsun pi 3-dür, r də 60-dır, bu eləyir 360. Cisim bu çevrənin 4-dən 1 hissəsini gedib. 360-ın 4də 1 hissəsi bizə verəcək 90. 20-nin də üzərinə 90 gələcəm də 20 getmişdi axı. 110 metr. Onda yola görə sürət bərabər olacaq 110 bölünsün zamanda 10, bu eləyəcək 11 metr böl saniyə. İndi yer dəyişməyə görə sürəti tapmaq üçün cismin başlanğıc və son nöqtələrini birləşdirməliyik. Aha, bu yer dəyişməni tapmaq üçün burada düzbucaqlı üçbucaq əmələ gətirək. Baxın, bura 60-dır, bura 20-dir, bura da 60-dır da, düzdürmü? Radiusdur da. Onda ümumi olacaq 80. Onda bu yer dəyişmə Pifagor teoreminə görə kökün altında 60-ın kvadratı üstə gəl 80-ın kvadratı, bu da bizə verəcək 100. Onda yer dəyişməyə görə sürət də bərabər olacaq 100 bölünsün 10. Yəni 10 metr böl saniyə.